Salam hər kəsə. Demək, güvənin sınağının birinci sınağından bəzi testlərin izahına baxaq. Məsələn, 36-38-ci testlər çox mürəkkəb deyil. Biraz 37-ci testdə mürəkkəblik var, az, çox yox. Əsasən 37-ci test haqqında danışmaq istəyərdim, amma 36-38 də düşübdür deyən onlara da baxaq. 36-cı testdə deyir, Perikle'dan fərqli olaraq qayqıraq. Bilirik ki, Perikl Yunanistanda strateq olmuşdu. Qayqıraq isə Romada tribun olmuşdu, xalq tribunu. Deməli, biz qayqırağa aid olan bir xüsusiyyət göstərməliyik. A variantı yoxsullara taxıl ilə yardım göstərmişdi. B variantı torpağın satılıb alınmasını qadağan edən qanunu ləğv etmişdi. C variantı plebeylərin hüquq müdafiəçisi idi. D variantı yoxsulların vəzifəyə görə əmək haqqı vermişdi yoxsullara. Y variantı qulların öldürülməsini qadağan etmişdi. Deməli, burada cavab olacaq plebeylərin hüquq müdafiəçisi idi qayqıraq. Qalan cəhətlərin çoxu Periklə aiddir. Məsələn, yoxsullara taxılla yardım göstərilməsi Periklə aiddir. Yoxsullara vəzifəyə görə əmək haqqı verilməsi Periklə aiddir. Qulların öldürülməsinin qadağan edilməsi heç birində belə bir xüsusiyyət yoxdur. Torpağın alınıb satılmasını qadağan edən qanunun ləğv edilməsi də Periklə aid deyil. Qayqıraq da alınıb satılmasını qadağan edən qanun vermişdi, yəni onu ləğv etməmişdi. Ona görə də B variantı yanlışdır. Deməli, cavab olacaq C variantı, plebeylərin hüquq müdafiəçisidir. 37-ci testə baxaq. 1840-cı ildə həyata keçirilmiş məhkəmə islahatına əsasən bilirik ki, 1840-cı ildə inzibati məhkəmə islahatı keçirilmişdi. Bu, komendant idarə üsulunun ləğvinə gətirib çıxaracaq. Çünki komendant idarə üsuluna qarşı Azərbaycanın bir çox ərazilərində Carbala kəndə, Lənkəranda, Qubada üsyanlar olur və nəticədə Çar hökuməti başa düşür ki, artıq bu idarə etmə sistemi çürük bir sistemdir və özünü doğrultmur. Ona görə də islahat keçirməyə məcbur olub komendant idarə üsulunu ləğv edərək quberniya idarə sistemi ilə əvəz edir. Burada isə sırf məhkəmə islahatına əsasən deyir. Yəni inzibati deyil, yəni ərazi baxımından deyil. 1. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Bir cavab budur. Çünki biz demişdik ki, komendant idarə üsulu dövründə adi bir cinayətə hərbi məhkəmədə baxılırdı. İndi isə bunu ləğv etdilər. Yəni adi cinayətlərə hərbi məhkəmələrdə artıq baxılmayacaq idi. 2. Məhkəmə işlərinə nəzarət komendantlara tapşırılır. Xeyr, bu yanlışdır. Əksinə, komendant idarə sistemi ləğv olunur 40-cı ildə bayaq dediyim kimi. 3. Ümumi qanunlarına əsaslanan məhkəmə yaradılır. Bu da doğrudur. Şəriət məhkəmələrinin səlahiyyəti artırılırsa yanlışdır. Çünki şəriət məhkəmələri əvvəlki kimi kəbin, talaq, yəni evlənmə, boşanma və vərəsəlik işlərinə baxacaq idi. 38-ci test. Verilənlər arasında hansı dövrə aid məlumat yoxdur? Ox və kaman ixtira olundu mezolit dövründə. İstehsal təsərrüfatı meydana gəldi. Neolit dövrünə aid olacaq. Ölülərin yaşayış məskənlərindən kənarda dəfn edilməyə başlanması erkən tunca aiddir. İri tayfa birliklərinin yaranması isə orta tunca aiddir. Deməli, burada neolit dövrünə aid hadisə yoxdur.